Sevgili Peyğəmbərimiz idi, Səlman idi, Əbu Zər idi. Bunlar gəldilər bir yerin yanından keçdilər. Orada toy idi, məclis idi içəridə. Oradan keçdilər, Peyğəmbər keçdi, Səlman keçdi, Əbu Zər dayandı. Getdilər, bunlar yolun başındakı ayrılacaqdılar. Dedilər, birdən Əbu Zər bilməz hansı tərəfə getdi, dayandılar orada. Bir müddətdən sonra Əbu Zər gəldi. Peyğəmbər soruşdu, Əbu Zər, hardaydın? Dedi, ya Rasulullah, görmədiniz, orada fəsad məclisi qurmuşdular. Getdim onların əhyəz münkər eləməyə. Deyim, belə eləmin. Görmədiniz deyəndə Peyğəmbər deyir, mən görmədim. Dönür, deyir, Səlman, Peyğəmbər görmədi, sən də görmədin. Deyir, Əbu Zər, mən də görmədim. Deyir, necə ola bilər axı, orada toy idi, necə görmədiniz? Fəsad idi, çalırdılar, oynayırdılar. Peyğəmbər deyir, Əbu Zər, bunu saxla, sənə bir söz deyim. Birdən sənə desəm, ölümüvə az qalıb, birazdan dünyanı dəyişəcəksən. Neyniyərsən? Dedi, gedərəm ev əhlimlə, halallaşaram, vidalaşaram, gələrəm. Dedi, get. Sənə deyirəm, get bunu elə. Əbu Zər getdi, qaça-qaça, getdi, ev əhli ilə vidalaşdı, qızı ilə, xanımı ilə vidalaşdı, gəldi. Peyğəmbərin yanına çatanda tövşiyə-tövşiyə ilə Rəsullahla Səlman da orada gözləyirlər onu. Tövşiyə-tövşiyə dedi, ya Rəsulullah, mən hazıram ölməyə. Peyğəmbər burada Əbu Zər, hələ ölməyi saxla deyəcəm sənə. O toy bitmişdi, yoxsa davam eləyirdi. Dayandı belə, dedi, ya Rəsulullah, bu ölüm şövqü, cənnət şövqü və sizdən ayrılmağın həsrəti məni elə özümdən bixud eləmişdi. Heç nə eşitmədim. Mən oradan keçəndə onun fərqinə varmadım ki, o var orada ya yoxdur. Peyğəmbər buyurdu, Əbu Zər, biz həmişə belə yaşayırıq. Ətrafımızda baş verən batil işlər bizi özünə məşğul eləyə bilməz. Nə boyda söz deyir ki. Quran ayəsinin elə misalıdır. İza mərru bir ləğvi mərru kirama. Bunlar böyüklüklə oradan keçərlər.